zəngimizdir. Hamıya salam dostlar, mən Rədizar YouTube kanalımıza xoş gəlmişsiniz. Bugün məktəbin sonuncu günüdür, yəni sabah son zəngdir. Və biz gedirik artıq bəzi pankartları hazırlayaq, o belə balaca pankartlar. Çünki böyüyünü hazırlamışdıq digər vlogda, yəni bundan əvvəlki vlogda gedib baxa bilərsiniz. Bir də indi gedirik balacalarını hazırlamağa. Ona görə özümdən belə romasterla götürmüşəm, bir də karandaş götürmüşəm. Kitab vəzifələr belə. Qəşəng olub. Sinifdən pul yığmış, hələmiz bir manatdan atışıb sular almaya gedirik də, kola falan. Bir də yanında simişqa görək. İndi birazdan onları da çəkəcəm. Salam dostlar, mən Rədizar YouTube kanalımıza xoş gəlmişsiniz. Bugün gözlənilən o gün gəldi, son zəng günüdür. Və mən indi gedirəm salona, saat 6-ya 10 dəqiqə falan işləyib. Bəli uşaqlar, indi son zəng gedirəm. Yəni çox bəyəndim özümü, həqiqətən çox qəşəng olub. İndi orada biraz çəkəcəm. Şöyle bakayım ya. Saat 10'a kalktı. 14 dakika sonra son zengimizdi. Uşaqlar son zeng qutardı ama bakın mən nə gündəyəm. Çünki çıxmış günə düşdü. Bəli dostlar, indi Veterə gedirik, amma Veterə getməmişdən əvvəl bir şey danışmaq istəyirəm. Mən belə makyaj falan haqqında danışmaq istəyirəm, salon haqqında. Baxın, makyajımı falan elədim, çox qəşəng. Yəni makyajım bayağı çox qəşəng idi. Yəni bəyəndim makyajı. Sonra bir mən ağladım. Niyə ağladım? Səbəb saçımın üzərində usta başqaydı, həmən usta deyildi. Saçım o qədər sərgəsiz yığıldı ki, həyatımda yəni bu qədər sərgəsiz saç görməmişəm deyiləyiz, amma yəni sərgəsiz də bildin yəni. Bildiğin yani sərgəsiz bir saç idi. Neyse sonra mən o qədər əsəbləşmişdim ki, özdə yəni son zəng tərəfəsi insanlar bizdə əsəb olur yəni. Yəni çünki saçımı təzəli zat. O da dedi ki, yaxşı, o həmən usta, mən makyajım eləyən usta düzəltdi. Dostlar, indi acından öldüyüm üçün qoymurlar yeməyə, mən də çörək yeyirəm. Ümumiyyətlə bütün sinif çörək yeyir hal-hazırda. Nasıl yorğunluqdan ölürəm. Bu gecə ama çox əyləndim. İndi də gəmiyə binmişik, amma baxın, danışa bilmirəm də, o qədər yorulmuşam ki bu gün, amma çox əyləndim. Makyajım falan, hər şeyim qayət dağılıb. Bayağı motor kırılmıştı, kalmıştık suyun ortasında. Ben dostlar yine bu tortu yiyebilmirik, yani yer yok da ölür ye. Eve gelip yatacağım da yani. 3, 2, 1. Hemen son dostlar. Bugün son zengin nöbeti gündür. Bugün tamam. Bugün tamamlayabildim. Çünki dünən nə tər yatmışam, heç özüm də bilməmişəm. Çünki həddindən çox oynadıq da. Yəni çox qəşəng idi. Yəni dünən
Kaş ki yenə də, yəni istədiyimiz o gün geri qaytara bilsək. Dünənki günü başdan sona bütün təəssüratlarımı bölüşəcəm sizlə. Səhər-səhər durdum, salona getdim. Birinci saçımı burdular. Saçımı burandan sonra belə yığdılar ki, açılmasın da. Hər nəysə, getdim sonra Lemon. Ələm, yaxşı Lemon. Getdim sonra makyajımı elədilər. Makyajım həddindən artıq çox qəşəng olmuşdu. Çox bəyənmişdim özümü. Sonra saçımı eləməyə başladım. Mən dedim ki, abudok model istəyirəm. Nəsə bunu yığdı, nətər yığdı amma sizə deyim. Burası böyük, burası belə kiçik. Mənim arxasından elədiyində məsələn də belə əslində biraz götürüb bunu içinə salmalıdılar. Onu heç eləmədim. Buradan belə yığdım. Hər nəysə, sonra buruqları falan təmiz açılmışdı, yəni tutmamışdı buruq mən saçımı. Dedim ki, yəni bu belə qalacaq. O da deyir ki, hə də qutardı da saçın. Mən indi bir ağlamaq tutub. Dedim ki, yəni mən belə istəmirəm də. Bunu yəni təzədən eləyin. Bura falan belə əyri idi burası da. Hə, dedim ki, bunu təzədən eləyin. O da deyir ki, hə yaxşı eləyərik. Amma bu səfər makyajımı eləyən şəxs elədi saçımı və yəni o çox qəşəng idi, çox sərgəli eləmişdi. Sadəcə buruqlarını bəyənmədim. Yəni tələsirdi deyə tez-tez elədi, amma əminəm ki, vaxt olsa daha qəşəng eləyərdi. Super idi da. Yəni makyaj, saç hər şeylə möhtəşəm idi. Sadəcə dediyim kimi həmən şəxs elətdirsəz daha yaxşı olar. Burada Instagramını qoyacağam. Yəni çox super əl işləri var. Adı Tellidir. Yəni çox superdir. Makyajı, saçı olsun, sərgəli eləyir. Və sonra nəsə mən salondan çıxdım, gəldim evə, oradan da bayaq gördünüz zaten başlıqlarda, son dəqiqə falan getdim, son dəqiqə möhtəşəm idi, rəqsimiz falan. Rəqsimizi qoya bilmirəm çünki yəni qızlar paylaşmağa icazə vermirlər. Hər nəysə, ondan sonra gəldim evə, makyajım təmiz axmışdı, onu tərtəmiz elədim. Hər şey təmiz sildim üzümdəki, saçım falan da dağılmışdı buruqları. Sonra bacım makyaj elədi mənə və bacım yəni makyajın eynisini eləməsi. Mən ona çox yaxındır. Yəni bacım professional deyil, bir şey deyil. Çox super alınmışdı makyajımda. Veterə gedəndə yəni onun makyajına getmişəm. Saçımı da mamam təzədən burdu. Çox qəşəng alınmışdı o da. Baxın, Veter möhtəşəm. O qədər çox əyləndim ki o gün. Bir də son zəngin başlanğıcı haqqında danışmaq istəyirəm. Yəni o məktəbdə olan. Baxın, biz helium şarları almışdıq. Çox qəşəng idi. Özü də səhra rəngdə idi. Ən sevdiyim rəng. Və short videolarıma baxanda görə bilərlər ki, ondan videolarım da var. Düşündük ki, şarlarla falan çıxar. Çünki tüstüyə də icazə yox idi. Heç nə icazə yox idi. Məktəb bəzəməyə də icazə vermədilər. Ancaq sinifləri bəzəmişik. İstəyirdilər ki, həqiqətən bizim o günü burnumuzdan töksünlər də, bilə-bilə elədiklərinə. Baxın, bəzi insanlar, oradakı bəzi insanlar ona bilə-bilə eləyirlər ki, bizim həmən gün burnumuzdan gəlsin. İnsanlar durduğu yerə belə ip salıblar ki, insanlar keçməsinlər. Əmrə balacadır da, amma yenə də insanlar ipi qırıb, ip qırılmışdı təmiz. Təmiz keçmişdilər. Yəni bizlə yan-yana durmuşdular uşaqlar. Biz nə qədər ümidlənmişdik, belə çıxacaq, şarlarla tüstü falan. Heç birinin icazə yox idi. Dedilər ki, o məktəbdə son zəngin olmasını istəyirsənmi? Əsla istəmərəm. Yəni yas idi da, bildiyin yas idi. Son zəng deyildi, yas idi. Sadəcə bizim oynadığımız yerlər, bu qədər. Hər nəysə, məktəbdə belə qutardıq. Darıxacağımı düşünürəmmi? Uşaqlar üçün hə. Yəni uşaqlar üçün, qızlar üçün əsas da. Yəni onları çox sevdim. Axır vaxtlar lap çox sevdim da. İstəyirdim ki, universitetə falan da bir gedib gələk o dərəcə. Bu qədərdir. İnşallah bütün məzunların da son zəngi yaxşı keçmişdir, ürəklərincə olmuşdur. Onlara da uğurlar arzu edirəm. Hələlik növbəti vloglarda görüşərik. Bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun. Bay bay.